Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli dərs 18-in ikinci hissəsinin, yəni formativ qiymətləndirmə haqqında olan testlərin izahına baxacağıq. Başlayaq vaxt itirmədən suallara. Nə deyir bizə? Hansı fikir doğru deyil? Səhv olan variantı, yanlış variantı istəyir bizdən. Ərsaqə şagirdin yalnız akademik fəaliyyətinə deyil, onun davranışına, sosial bacarıqlarına da verilməlidir. Bəli, tamamilə doğrudur. Biz bu haqda da danışmışdıq ki, ərsaqəni yalnız onun şagirdin nailiyyətlərinə deyil də, özünün davranışına, yəni onu özünə aparmaq qabiliyyətinə də biz ərsaqə verə bilərik. Ərsaqə şagirdin tənqidi, yaradıcı təfəkkürünü, metaqognitiv bacarıqlarını formalaşdırır. Bəli. Məsələn, şagird öz-özünə ərsaqə verəndə, demişdik, öz məsələsi varsa metaqognitiv öz-özünə ərsaqə verir. Öz haqqında yaxşını pisi müəyyənləşdirir, tənqidi təfəkkür. Daha sonra başqası haqqında ərsaqə verir. Artıq nəsə belə deyək, ərs-səlaqədə bir məqam var idi ki, özünü qiymətləndirmədə və yoldaş qiymətləndirilməsi məsələsində şagird özünün öyrənməsini qiymətləndirir və öyrənməsi üçün strategiya müəyyənləşdirir. Yaradıcı təfəkkürünü işə salır. Daha sonra formativ ərs-səlaqə hər hansısa fəaliyyətin sonunda verilir. Hər hansısa fəaliyyətin sonunda verilən ərs-səlaqə yekunlaşdırıcı, yekun qiymətləndirmə olan summativ qiymətləndirmə idi. Formativ qiymətləndirmə prosesin davamında, gedişatında verilən qiymətləndirmə idi. Ona görə yanlış olan variant C variantıdır. C. Daha sonra D-də nə deyir? Korrekt edici əks-səlaqə zamanı faktoloji, prosedural biliklərlə bağlı anında düzəliş etmək prosesi daha səmərəli edir. Məsələn, bax, tənlik nədir? Prosedural biliklə bağlıdır. Bilirsiniz ki, 12 x üstə gələk 12 üstə gələk 5 yazsaq, bunu tez bir dənə mənfi eləyirlər, anında düzəliş eləyirlər və prosesimiz daha səmərəli olur. Biz bilirik ki, tənlik də nədir? Prosedural biliklə bağlıdır. Əla. Daha sonra E variantı. Motive edici əks-əlaqə nəticəyə yox, prosesə yönəldir. Biz orada demişdik ki, baxın, məzmunla bağlı əks-əlaqə var, bir də proseslə bağlı. Birinci hətta proses idi, qonarcılıq nəzmi. Proseslə bağlı, sonra məzmunla bağlı. Demişdik ki, 4 dənəsi. Korrekt edici, təsviri, konstruktiv, bir də motive edici əks-əlaqə. Bunun 4-ü nəyə aiddir? Proseslə motive edicidən başqa yerdə qalan 3-ü də məzmunla olana bağlıdır. Deməli, nəticəyə yox, prosesə yönəlir motive edici əks-əlaqə. Bu da düzdür. Yanlış olan C variantı. Yekunda verilən, hər hansı bir fəaliyyətin sonunda verilən əks-əlaqə bu summativ əks-əlaqədir, formativ deyil. Daha sonra formativ qiymətləndirmə haqqındakı fikirlərdən biri yanlışdır. Məzmun standartlarının reallaşmasına xidmət edir. Bəli, çünki formativ qiymətləndirmə dərs prosesində 45 dəqiqə ərzində gedir və orada da məzmun standartlarını reallaşdırırıq. Daha sonra formativ qiymətləndirmə üçün 3-2-1 üsulundan istifadə etmək olar. Bəli. Formativ qiymətləndirmə zamanı 3-2-1 nədir? Dərsin sonunda 3-2-1 şagirdləri öyrəndiyi 3 dənə məlumatı, 2 dənə maraqlı, 1 dənə də qaranlıq qalan məqamı qeyd etmələrini istəyirik. Formativ qiymətləndirmə zamanı davamlı müşahidə aparılmalıdır. Formativ qiymətləndirmə zamanı davamlı müşahidə aparılmalıdır. Bəli. Bəs müşahidə prosesi necə olur? Davamlı olur. Bəli. Formativ qiymətləndirmə zamanı verilən əks-əlaqə müxtəlif məzmunlu və məqsədli ola bilər. Baxın. Formativ qiymətləndirmə zamanı verilən əks-əlaqə məqsədinə görə formativ və summativ olurdu. Məzmununa görə isə proseslə bağlı olurdu, məzmunla bağlı olurdu, bir də nəticə ilə bağlı olurdu. Bu da doğrudur. Gəldik E variantına. Əks-əlaqə məzmununa görə summativ və formativ olur. Bax, az əvvəl dediyim, məzmununa görə yox, məqsədinə görə summativ və formativ olur əks-əlaqə. Ona görə yanlış cavabımız E variantı olacaqdır. E. Daha sonra baxırıq 3-cü suala. Rubrik haqqında verilən fikirlərdən biri doğru deyil. Ümumi rubriki eyni öyrənmə məqsədləri olan tapşırıqlar üçün istifadə oluna bilər. Bayaq deyil, esse. Deyəsən bunu deməmişdik. Bu testlərdə esse məsələsi. Tapşırıqlar müxtəlif cür məzmunlu esse yazırıq. Məzmun demək başlıqdır. Ana haqqında, vətən haqqında cürbəcür mövzularda esse yazırıq. Və qiymətləndirmə rubrikimiz eyni məqsədlər üçün olan, yəni ümumi rubriki eyni öyrənmə məqsədləri üçün. Ümumi rubrikimiz nədir? Durğu şairlərindən düzgün istifadə edir. İntonasiyanı oxur. Bax, budur. Ümumi rubrikdir. Və müxtəlif məzmunlu esselər üçün də istifadə edə bilirik. Durğu şairlərindən istifadə edir. İntonasiyanı oxuyur. Bu rubriki, bu meyarı. Sən istəyir ana haqqında esse yaz, istəyir vətən haqqında esse yaz. Esse hamısında istifadə edə bilərsən. Düz. Daha sonra rubrik, meyarlar, keyfiyyət səviyyəsi. Meyarlarla uyğun keyfiyyət səviyyəsi hissələrindən ibarət olur. Bəli.
Rubriklər ümumi və tapşırığa əsaslanan olur. Bəli. Şagird haqqında məlumat verir. Bəli. Analitik rubrik bütün meyarları eyni anda tətbiq edib işi ümumi mühakimə əsasında qiymətləndirir. Baxın. Ümumi mühakimə nə idi? Analitik yoxsa holistik? Biz demişdik, ayrı söhbətini ayrı və buradakı A, bir də analitikdəki A. Ayrı-ayrı qiymətləndirmə analitikdir. Ümumi qiymətləndirmə nədir? Holistikdir. Ona görə yanlış cavabımız E variantı. Daha sonra 4. Müşahidə haqqında hansı fikir doğru deyil? Müşahidə haqqında. Müşahidə davamlı prosesdir. Bəli. Təhsil 45 dəqiqə ərzində yox, bütün tədris prosesini əhatə edir. Müşahidə etməklə şagirdin şəxsiyyət tiplərini, öyrənmə tərzlərini müəyyənləşdirmək mümkündür. Bəli. Bu, görək necə öyrənir, hansı şəxsiyyətə malikdir. Məsələn, uşaqlar audial öyrənir, vizual öyrənir, kinestetik öyrənir, oxuyub yazaraq öyrənir. Müşahidə nəticələri şagirdin portfolyosuna yazılır. Müşahidə nəticələri şagirdin portfolyosuna yazılmır. Müşahidə nəticələri qeyd olunur. Müşahidə nəticələrinin qeydiyyata aparılmalıdır. Amma şagirdin portfolyosuna yazılan diaqnostik məsələlərdir. Diaqnostik qiymətləndirmədir, nədir? Bu kimi məsələlər. Müşahidə məsələn belə deyək, qeydə aparıldı, amma şagirdin portfolyosunda yoxdur. Biz portfolyo məsələsini, qovluq məsələsini harada görmüşdük? Diaqnostik qiymətləndirmədə görmüşdük. Ona görə yanlış olan nədir? C variantı. Gəldik. Müşahidə bütün proseslərin, o cümlədən qiymətləndirmənin ayrılmaz hissəsidir. Bəli. Müşahidə zamanı toplanan informasiya əks əlaqə zamanında istifadə olunur. Tamamilə doğrudur. Amma portfolyo deyək də, bunu portfolyo demək. Portfolyo yəni qovluq diaqnostik qiymətləndirmədə keçmişik və şagirdin portfolyosuna yazılan diaqnostik qiymətləndirmə məlumatları olur. Amma müşahidə nəticələrinin qeydiyyatı aparılır, amma deyilmir ki, o portfolyoya yazılmalıdır. Daha sonra gəldik 5-ə. Əks əlaqənin növlərindən biri doğru göstərilməyib. Əks əlaqənin növlərindən biri doğru göstərilməyib. Nə var idi? Motiv edici əks əlaqə axırda, korrekt edici, konstruktiv təsviri, destruktiv əks əlaqə belə bir şey yox idi. Hansı fikir doğru deyil? Deməli, ümumi rubriki təkrar yazmağa ehtiyac olmur. Bəli. Bir dənə yazıram, duruş ayından istifadə eləyir. İntonasiyanı oxuyur. Müxtəlif başlıqlı esselər yazanda istifadə edirəm hamısında. Dəyişməyə ehtiyac yoxdur. Ümumi rubriki spesifik fəaliyyətlə bağlı olur. Baxın, spesifik nədir? Siz nədən bilirsiniz? Smart. Spesifik nə idi? Aydın və dəqiq. Bu, ümumidirsə nətər aydın ola bilər? Elə deməli, səhv odur da, B variantı. Rubriklə qiymətləndirmə şagirdlərin tənqid təfəkkürünü inkişaf etdirir. Bəli. Rubrikdə verirəm, meyarları vermişəm, bu cədvəldir. Misal üçün, şagird də bu meyarlara baxır, özünü bu meyarlar üzrə qiymətləndirir. Nəyi düz, nəyi səhv elədiyini müəyyənləşdirir. Nəyi düz, nəyi yaxşı, nəyi pis, nədir? Tənqid təfəkkür. Sonra, layihə işini qiymətləndirən zaman rubriklərin əhəmiyyəti ön plana çıxır. Rubriklər nədə vacibdir? Layihələrdə, qrup işlərində. Rubriklər öyrənməyə prosesinin, daha doğrusu öyrənmə prosesinin effektiv baş tutmasına xidmət edir. Öyrənmə prosesinin effektiv baş tutmasına bəli, xidmət edir. Amma ümumi olan bir şey nətər spesifik ola bilər? Spesifik dediyimiz nədir? Aydın, dəqiq. Bu ümumidirsə aydın olmur axı artıq. Ona görə B variantı. Sonra gəldik nəyə? 7-yə baxırıq. Formativ qiymətləndirmə haqqında fikirlərdən biri doğru deyil. Əsas məqsədi şagirdə qiymət yazmaqdır. Avtomatik, fikirləşməyə ehtiyac yoxdur. Bu fikir ümumi təhsildə, valideynlərdə, bəzən valideynlərin təhsillə uşaqlarda yaranmış yanlış bir fikirdir. Elə bizim məqsədimiz bu fikri ləğv eləməkdir, bunu çıxartmaqdır. Bu, baxan kimi görünür elə. Nəticələri şagirdin məktəb kitabçasında özlərini tapa bilər. Bəli. Təlim nəticələrinə uyğun olmalıdır. Bəli. Nəticələrinin şagirdlərin inkişafına yönəldilməsi, məqsədi şagirdi qoymuş məqsədə çatdırmaqdır. Bəli. Bunlar da ki, baxdınız, məsəl üçün, belə deyək, gördünüz ki, A variantı yanlışdır. Yerdə qalanları da oxuyun, bir diqqət edin ki, başqa yerdə qarşınıza çıxa bilər. Hansı fikir doğru deyil? Hansı fikir doğru deyil? Daha sonra, məzmun haqqında əks əlaqə motive edici ola bilər. Nə demişdik? 4 dənəsi prosesdə bu, proses. Proses haqqında olanda o 4-ünü də görə bilərik. Konstruktiv, təsviri,
daha doğrusu korrekt edici, təsviri, konstruktiv, bir də motive edici. Dördünü prosesdə görürdük. Motivəni motive edicini. Yerdə qalan üçünü də məzmunda görürdük. Məzmun haqqında hər sahədə motive edici ola bilər, səhvdir. A variantı. Ola bilməz. Motive edici proses haqqında olur. Motive edici rəy şagirdlərə emosional olaraq dəstəkləməyə xidmət edir. Bəli, motive edici rəy emosional olaraq dəstəkləyir. Şagirdə verilən rəy mümkün qədər vaxtında verilməlidir. Dediyimiz, məsələn, izahda demişdik, yemək məsələsindən də bir həftə əvvəl bişirdiyin yeməkdən rəy versələr, yadına düşən deyil ki, bir həftə əvvəl nə bişiribsən. Və yaxud yemək deyəlim ki, biraz duzsuz olub, amma səni motive edirlər ki, çox sağ ol, yeməyimi sən bişirsən, əziyyət çəkirsən, bu səni emosional olaraq dəstəkləyir. Artıq həvəslənirsən ki, eybi yox, pis bişirsən də yenə mənə dəstək var. Qiymətləndirmə təlim nəticəsinə uyğun olmalıdır, bəli. Rəy idraki fəaliyyətə yönəlik olmalıdır, bəli. Demişdik, rəy emosional olmamalıdır, emosionlara yönəlik olmamalıdır, idraki fəaliyyətə yönəlik olmalıdır, bir də gələcəyə yönəlik olmalıdır. Amma indiki zamana, vəziyyətə də uyğun olmalıdır. İndiki vəziyyətə uyğun, gələcəyə yönəlik və idraki fəaliyyətə yönəlik olmalıdır. Daha sonra 9. Əks-səda haqqında verilən fikirlərdən hansı doğru deyil? Şagirdin sosial bacarıqlarına da verilə bilər. Təkcə nailiyyətinə deyil, özünə aparmağına da verilə bilər. Əks-səda zamanı müəllimlər konstruktiv və həssas olmalıdır. Bəli. Bax, buradan birdən destruktiv görərsə, qətiyyən mümkün qədər spesifik olmalıdır. Bəli, əks-səda mümkün qədər spesifik olmalıdır ki, uşaq nəsə başa düşsün. Və yaxud da dediyimiz, yemək bişiribsən, deyirlər, pisdir. Pis nədir? Bilinmir. Deyilməlidir, duzu çoxdur, yağı azdır, nəsə də spesifik olmalıdır, izah eləməlidir. Əslən yaxşı səmsən kimi rəy vermək olar. Aha, bax dedim. Əslən yaxşı bişirmisən. Yaxşı dedikləri nədir? Nəyi yaxşı eləyibsən? Duzu qaydasındadır, yağı qaydasındadır. Nəyi yaxşı eləyibsən, onu bilmirsən. Belə rəy olar? Xeyr. Səhvdir. Müsbət yanaşma ilə başlayıb pozitiv istiqamətli olmalıdır. Bəli, dediyimiz, yemək duzlu ola bilər, amma müsbət başlayır ki, çox sağ ol. Artıq yeməyimizi sən bişirirsən, halaldır, əziyyətimizi çəkirsən. Pozitiv istiqamətdədir, müsbət yanaşırıq və pozitiv davam edir. Amma səhvimizi də deyirik ki, amma elə bir biraz düzludur. Gördün? Amma əslən yaxşı səmsən deyəndə nəyi yaxşı işləyibsən, nəyi yaxşı bişiribsən, bizə bu haqda məlumat vermir. Daha sonra hansı fikir doğru deyil? Şagirddə refleksiyanın inkişaf etdirilməsi onda özünü qiymətləndirmə bacarığını yüksəldir. Bəli. Özünü refleksiya edir, özünü qiymətləndirir. Formal müşahidənin ümumiləşdirici dərslər zamanı aparılması məqsədə uyğundur. Bəli. Ümumiləşdirici dərslərdə formal müşahidə olur. Qeyri-formal müşahidə sadəcə o 45 dəqiqə ərzində aparıla bilər sinifdə. Müşahidə zamanı xüsusi müşahidə vasitəsinə ehtiyac olmaya bilər. Müşahidə zamanı xüsusi, bəli. Neyəsən xüsusi müşahidə? 45 dəqiqə ərzində baxırsan uşaq özünü ağarır. Bu dediyim kör gör. Burada vasitəyə ehtiyac var, xeyr. Qarşılıqlı qiymətləndirmə şagirdlərin öyrənmə prosesində bir-birinə istiqamət verilməsinə şərait yaradır və şagirdlər bir-birinə dəstək olur. Başa düşürlər ki, təkcə özləri üçün yox, başqasının öyrənməsi üçün də məsuliyyət daşıyırlar. Elədirmi? Düzgün verilmiş rəy şagirdlərə fənlə bağlı bilikləri əldə etməyə xidmət edir. Rəy. Bax. Dərsi oxuyubsan, nəyi məsələn? Deyəlim ki, dərs olaraq ismi deyək. İsmi oxuyubsan, eyni izah edir amma hərfi və hərf, yəni tam başa düşmək üçün. İsmi oxuyubsan. Və isimdən hal şəkilçilərini düzgün işlətməyibsən. Kitab sözünü məsələn, hal şəkilçilərinə görə düzgün işlətməyibsən. Və sair rəy veririk, düzgün rəy verirəm ki, get, hal şəkilçilərini təkrarla, yenidən 5 dənə əlavə söz götür və təzədən o sözləri hal şəkilçilərinə görə hallandır. Rəyi düz vermişəm, hər şey qaydasında. Amma sən bunu hallandırmasan, bunu tətbiq eləməsən, o biliyə sahib olanmarsan. Hələ mən prosesi sana yönləndirmişəm, sən o prosesi yönləndirmişəm, amma sən o prosesi yerinə yetirməyibsən ki, onu öyrənəsən. Məcbursan ki, onu işlədəsən ki, öyrənəsən. Yoxsa mən sənə deyirəm ki, sən hal şəkilçilərini düzgün işlətməyibsən, get hal şəkilçilərini təkrarla və 5 dənə yeni söz götür, onları hallandır. Sən onu götürüb hallandırmasan, öyrənəməzsən axı onu. Nə qədər düzgün rəy verirəm, sən onu fəaliyyət olaraq yerinə yetirməyibsən, o hələ səndə biliş olaraq formalaşanmaz. Ona görə yanlışdır.
Hələ sən işi görmürsən. Və yaxud nə bilim yemək məsələsi. Deyirlər ki, yeməyin duzu çoxdur. Yemək tökəndə məsələn bunu bir yemək qaşığı yox, çay qaşığı tök. Düzdürmü? Bu o demək deyil ki, o duz problemi həll oldu. Xeyr. Bəlkə sən səhər yenə tökəsən ora bir qaşıq duzu, o xörək qaşığından. Sən artıq sabah bişirirsən onu, bir çay qaşığı töksən, baxırıq ki, duzu qaydasındadır, onda problem həll olur. Yoxsa mən o qədər deyim ki, buna bir xörək qaşığı tökmə, çay qaşığı tök. Bəlkə səhər sən yenə elə xörək qaşığından tökəsən. Hələ sən onu bir bişir görək, bişirə bilirsənmi artıq, dediyimizi yerinə yetirirsənmi? Bax, ona görə E variantı səhvdir burada. Rəy bilik qazandırmır. Bilik qazanmaq üçün gərək deyiləni eləyəsən hələ. Daha sonra 11-ci fikir. Fikirlərdən biri doğrudur. Doğruluğunu soruşur, diqqətli olaq. Müşahidə yalnız sinif daxili fəaliyyətlə əlaqəlidir. Xeyr. Nə demişdik? Müşahidə yalnız 45 dəqiqə ərzində yox, bütün tədris əhatə eləyir. Bəlkə sinifdə özüm normal aparıram, koridorda dəliyəm elə mən. Sinifdən kənara çıxdıq, gördünüz? Təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi müasir kurrikulum xüsusiyyətlərindən biridir. Bəli. Elə doğrunu istəyirdi B variantı. Baxaq C-yə, görək səhv nədir? Formativ qiymətləndirmə yekun səviyyəni ölçür. Yekunlaşdırıcı yekun səviyyəni ölçən nə üçün summativ qiymətləndirmə? Rubrik meyarları yalnız nəzəri hissəyə aid olur. Xeyr, fəaliyyətlə bağlı da ola bilər. Onun bacarığını, ünsiyyət, əməkdaşlıq, bunu da ölçə bilərəm. Səhv qoymanın qarşısına. Aha. Müəllim müşahidə ilə şagirdlərin alt standartdakı təlim nəticələrinin nə dərəcədə çatdığını müəyyən edə bilər. Müşahidə ilə. Mən nə bilim, bəlkə bu uşaq özünə qapanır. Elə münəcciməm uşağın üzünə baxan kimi onun nə dərəcədə çatdığını öyrənim. Bir tapşırıq işləsin, bir fəaliyyət eləsin, görək nə öyrənibdi. Misal üçün deyirəm. Müşahidə eləyirəm, baxıram ki, yemək bişirirsən. Qıraqdan durub baxıram. Mən nə bilə bilərəm o yeməyin duzu çoxdur ya yox. Mən nə bilim sən o cımda ora nə qədər duz tökdün. Düzdür, onu müşahidə eləməliyəm ki, görəm. Yəni müşahidə edeyim nədir? Onu yeməliyəm, müşahidə yoxdur doğrusu. Mən onu yeməliyəm ki, yoxlamalıyam, testdən keçirməliyəm ki, görüm onu bişirə bilirsən ya yox. Məsələ odur. Amma təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi müasir kurrikulumun xüsusiyyətlərindən biridir. Bu fikir doğru fikirdir. Daha sonra gəldik nəyə? 12. Hansı fikir doğru deyil? Yoldaş qiymətləndirməsi daha doğrusu qrup fəaliyyəti işində böyük əhəmiyyət kəsb edir. Bəli, qeyd etdik. Daha sonra özünü qiymətləndirmə zamanı şagird öz öyrənməsini ölçür və inkişaf üçün öyrənmə strategiyası müəyyənləşdirir və bu öz öyrənməsini ölçməsi tənqidi, strategiya müəyyənləşdirməsi yaradıcı təfəkkürü formalaşdırır və eyni zamanda bax öz öyrənməsi nədir o? Metakognitiv. Düz. Sual-cavab prosesində dialoqa nəzarət hər zaman müəllim həyata keçirir. Hər zaman müəllim həyata keçirmir. Açıq sualdırsa şagird həyata keçirir. Qapalı sualdırsa müəllim. Bax buna diqqət olun. Diqqətli olun daha doğrusu. Qapalı, müəllim, açıq, şagird. Aydın oldu. Qapalı suallarda müəllim, açıq suallarda şagird həyata keçirir. Düz. Yanlış olan nə idi? C. Hər zaman müəllim həyata keçirmir. Formativ qiymətləndirmə zamanı müşahidə aparmaq sinifdə şagirdlərin və dəstəkləyici mühit yaradılmasına xidmət edir. Bəli. Qiymətləndirmə aparıram. Görürəm ki, sənin nəyə ehtiyacın var? Məsələn, deyəlim ki, sən formativ qiymətləndirmə zamanı baxıram ki, nəyisə belə deyək də oxuyan bilirsən. İsimdən elə deyim. İsimdən. H şəkilçilərini öyrənənməlidir. Müşahidə edirəm. Və yaxud baxıram ki, sizə oxumaq üçün mətni oxumağa vermişəm. Deyirəm uşaqlar, götürün bu mətni oxuyun. Baxıram ki, uşaqlardan bir 5 dənəsi belə qaşqabaqlı yanaşır. Amma onları video çarx təqdim edəndə gülər üzüydülər. Mən nə nəticə çıxartdım buradan? Deməli, o uşaqlar video baxaraq öyrənməyə xoşlayır. Gələn dərs nə edirəm? Dəstəkləyici mühit, şagirdləri nəzərə alıram. Həm üzündən oxuduram, həm video çarx göstərirəm. Formativ qiymətləndirmə ilə. Sual-cavab prosesində yuxarı təfəkkürü inkişaf etdirmək baxımından açıq sualların verilməsi daha məqsədə uyğundur. Sual-cavab prosesində yuxarı təfəkkür inkişaf etdirmək baxımından açıq sualların verilməsi daha məqsədə uyğundur. Bir də burada o formativ qiymətləndirmə. İndi bayaq mən dediyim nümunə elə tapşırıq verilir də. İndi tapşırıq da formativ qiymətləndirmə aparmaq üçün tapşırıq da verə bilərsən. Sadəcə mən indi öyrətmək üçün dedim, amma tapşırıq üçün yazı tapşırığı verə bilərsən, video çarx tapşırığı verə bilərsən. İkisini də nəzərə ala bilərsən yəni. Amma
Dialoqa nəzarət hər zaman müəllimdə mi olur? Xeyr. Açıq suallarda şagirddə olur. Sonra gəldik nəyə? 13-cü suala. Sən ağıllı uşaqsan. Ona görə bütün tapşırıqları düzgün həll edirsən. Kaş Əli də sənin kimi ola. Neynədik? Əliyə bənzətdik. Neynədik? Ağıllı uşaq olduğuna görə bu tapşırıqları yazır. Bunun emosiyasına rəy verdik. Bunu Əli ilə müqayisə elədik. Daha doğrusu Əlini bununla müqayisə. Neynədik? Səhvdir. İndi bu emosiyalara yönəlişdir ya yox? Bəli. Çünki mən bunu ağıllı uşaqsan. Ona görə bütün tapşırıq. Güya bu ağıllı olduğuna görə bütün tapşırıqları yazır. Bunun emosiyalarına rəy verdim, idrakına yox. Bizdən nə istəyir? Doğrunu. İndi spesifikdir. Xeyr. Gələcəyə yönəlişdir. Gör gələcəyə yönəliş yazarsan, fəaliyyəti nəsə verir? Xeyr. Effektiv həssaslıqla verilib? Xeyr. Baxın. Bu situasiyada hal-hazırda sən ağıllı uşaqsan. Emosiyalara yönəlik. Kimlənsə müqayisə eləyir. Bax, bu müqayisə elə həssaslığın üstdən xətt çəkir. Həssas deyilsə də elə effektiv olur. Bizə də nəsə buradan səhv olan kimi effektiv dolanmır. Emosiyalara yönəlişdir. Bəli, sən ağıllı uşaqsan. Deməli, A-dır. Nağdanı götürdük. Bax, B-yə spesifik aydındır. Gör, burada bunun fəaliyyəti haqqında aydın buna rəy verir. Məsəl üçün, nəyi düz, nəyi yanlış elədiyini deyir. Xeyr, B də səhvdir. Gör, gələcəyə bağlı. Nəsə, bax, bunu səhv eləyibsən, get, öyrən, yenidən yaz. Elə bir şey var? Xeyr. Gələcəyə yönəliş də deyil. Bir dənə A variantı qaldı. Emosiyalara yönəlişdir. Sonra, sintaktik təhlil zamanı baş üzvləri doğru müəyyənləşdirmirsən. Aha. İkinci dərəcəli üzvlərdə yanlışlıqlarım var. Nümunələrdən istifadə etməklə testi yenidən işlə. Ha. 1-1. Nəyi düz eləyib, nəyi yanlış eləyib, nətər düzəldə bilər? Başa salıq. Gələcəyə yönəlişdir, işlə. Bəli. Bizdə nə istəyir? Yanlışı. B doğru. Daha sonra effektivi saxlayaq. Emosiyalara yönəlişdir. Emosiyaya görə rəy verib? Xeyr. Həssaslıqla verilib? Bəli. Normal şəkildə birinci doğrusunu, düzlərini deyib, sonra düzəltməli olduğu məqamları deyib, həssaslıqla çatdırıb. Elə kəsib doğramış ki, səhv eləyibsən, düzün yox belə. Düz olan məqamlarını deyib, sonra da səhvlərini deyir. Spesifikdir, bəli, aydın şəkildə doğrularını, yanlışlarını, o yanlışları nətər düzəldə bilər, hamısını deyib, bəli. Bu qədər məqam var. İndi emosiyalara yönəlik olsa, effektiv olanmaz, bunların hamısı səhv olacaqdır. Emosiyalara yönəlik. Gör, burada bunun ağlına, zəkasına nəsə belə bir rəy var, xeyr, D variantı. A, B, düz olan kimi belə avtomatik C-ni də düz eləyir. Qalır emosiyalara yönəlik. Bax, müəllimdir. Emosiyalara yönəlik, sən ağıllısan, savadlısan, ona görə düzəlsən. Belə rəylər emosiyalara yönəlik alır. Amma onları görməsək, emosiyalara yönəlik deyil. Qalan da indi bax, səhvləri düzü deyib birinci, bəli. Sonra səhvini deyib, bəli. Spesifik rəydir, qardaş. Bir-bir başa salır. Hə, nə iş görəcəyini də deyir. Nə iş görəcəyini deyib, bəli. Gələcəyə yönəlikdir. Spesifik, gələcəyə yönəlik. Həssaslıqla çatdırıb. Birinci düz deyib, sonra səhvini deyib. Yavaş-yavaş. Həssaslıqla çatdırıb, spesifikdir, gələcəyə yönəlikdir. Deməli, effektiv rəydir. Burada sən ağıllısan deməksə də, deməli, emosiyalara yönəlik deyil. İndi ağıllısanın yerinə başqa da ola bilər də, bu zəkamıza əsaslanan. Sonra, hansı fikir doğru deyil? Hansı fikir doğru deyil? Nə deyir? Yoldaş qiymətləndirmələrinin nəticələri şagirdin yekun qiymətləndirməsinə təsir etmir. Bəli. Yoldaş qiymətləndirmələri nəticələri şagirdin qiymətləndirməsinə təsir etmir. Formativ qiymətləndirmənin cəmiyyətlə ifadə olunması məqsədə uyğundur. Formativ qiymətləndirmə. Xeyr. Formativ qiymətləndirmə məcburi cəmiyyətlə ifadə olunsun. B-dir. Bax digərlərinə. Müşahidə zamanı müəllimin apardığı qeydlər differensial yanaşma üçün ona istiqamət verir. Bəli. Baxıram ki, biriniz audial öyrənirsiniz, biriniz vizual. Və mənə fərdiləşmə yaradır. Differensial nədir? Fərdiləşmə. Fərdi yanaşma olur. Sənin üçün adi göstərirəm, sənin üçün vizual nəsə bir şey göstərirəm, differensiallaşmaya şərait yaratdı. Sonra, rubriklərlə qiymətləndirmənin sürüşlərindən biri ondadır ki, tapşırıq və bacarıqların meyar üzrə qiymətləndirməsi şərait yaradır. Bəli, bu da düz idi. Formativ qiymətləndirmə zamanı təlim nəticəsində qarşı qoyulmuş məqsəd ölçür, ümumi bacarıqlar yox. Ölçülür, ümumi bacarıq, bəli. Formativ qiymətləndirmə zamanı təlim nəticəsində qarşıya qoyulmuş məqsəd ölçülür.
Nətər idi dərsin planlaşdırılması müəllimlər? Təlim nəticəsi, fəaliyyət, qiymətləndirmə, təlim nəticəsi. Yəni məqsəd, yəni məzmun. Bu məzmun idi, bu da məqsəd idi. Məzmun, fəaliyyəti müəyyənləşdirirəm, qiymətləndirirəm, axırda məqsədimə çatıram, təlim nəticəsinə. Ümumi bacarıqları ölçmürəm. Sağ ol. Yaxşı olar ki, bu sualda, indi nə bilim, ulduz nətər çəkirlər bilmirəm. Buraya ulduz çəkə bilirik. Nəysə, ulduzun başını buraxın. 15-i. 15-dəki doğru variantlara diqqət edin. B variantı da səhvdir. Formativ qiymətləndirmənin kəmiyyətlə ifadə olunması məqsədə olunur, xeyr. Formativ kəmiyyətlə siz jurnala indi hal-hazırda 5, 4 yazan müəllim görürsünüz, xeyr. Sadəcə sözlərlə yazır. Kəmiyyətlə ifadə olunmaq məsələsi formativ qiymətləndirmədə getdi. Bu yanlışdır. B variantı. Bu da belə müəllimlər. Qurtardı. Oldu müəllimlər. Sağ olun. Özünüzə yaxşı baxın. Ümid edirəm ki, yenə deyirəm, öyrədici izah oldu. Növbəti izahlarda görüşənədək.